Salam əziz şagirdlər. Bugün 12 aprel tarixində 9-cu siniflər üçün riyaziyyat fənnindən buraxılış imtahanının izahını verəcəm. Gəlin vaxt itirmədən keçək sualların izahına. Deməli, birinci sualda kəsirlər bölməsinə aid sualdır. Birinci iki mötərizə var. Gəlin birinci mötərizəni həll edək. Burada deməli, qarşı qədədi vurmuşam ədədə. İlk əvvəl qarşı qədədi düzgün olmayan kəsrə çevirməliyik. Düzgün olmayan kəsrə çevirən zaman məxrəci olduğu kimi qalır. Tamam məxrəcə vururam. 12-ni 4-ə vurduqda 48 və surətdəki ədədi üzərinə gəlirəm. 4-də 51. Vurulsun 2, çıxılsın 27. Burada 2 ilə 4 ixtisar gedir. Qalır 2-də 51. 2-də 51-i də 2-dən 51 kimi yazdıq. Çıxılsın 27. Bu birinci mötərizədə həll edirik. Deməli, bunun hər tərəfini 2-yə də vura bilərəm. Ya da ki, ortaq məxrəcə gətirə bilərəm. Bilirəm ki, bu 27-nin məxrəcində 1 dayanır. Ortaq məxrəcə gətirsəm, 2 ilə 1-in əkobu elədi 2. Bunu 2-yə vursaq, 51 çıxılsın 2 dəfə 27, 54. Cavab mənfi. Böyükdən kiçiyin çıxdıqda böyüyün işarəsini mütləq qoymalıyıq. Çünki bu müsbətdir, bu mənfidir. Mənfi 2-də 3. Mənfi 2-də 3-ü bölməliyəm ikinci əməlim. Mənfi 2-də 3 bölünsün. Mənfi 4-də 3-ün kvadratı. Kvadrat mənfi ədədin cüt dərəcədən kvadratı varsa, cüt sözündəki ü ilə müsbət sözünü yadda saxlayıram. Yəni 4-də 3 2 dəfə öz-özünə vuracam. Mənfini mənfiyə vurduqda müsbət, 16-da 9. Kəsirlərin bölünməsidir. Bölən zaman birinci kəsir olduğu kimi qalır. Bölmə əməli vurma əməli ilə əvəz olunur. İkinci kəsirin sürət və məxrəci yer dəyişir. Yəni 16-da 9-un tərsi 9-da 16 olur. Burada ixtisarlar eləyirəm. 3 ilə 9 hər tərəfini 3-ə. 16 ilə 2-nin hər tərəfini 8-ə bölürük. 2-yə bölürük. Cavab mənfi 3-də 8 alıram. 3-də 8 də düzgün olmayan kəsirdir. Onu düzgün kəsirə çevirmək üçün surəti bölürük məxrəcə. Surəti məxrəcə böldükdə 8-də 3 2 dəfə, 6 qalıq 2 qalır. Deməli, natamam qismət tam hissəyə yazılır, məxrəc olduğu kimi qalır, qalıq isə surətə yazılır. Cavab mənfi 2 tam 3-də 2. B variantı. Burada 3 yazılıb. Davam edirik uşaqlar. Növbəti sual. Tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kiloqram mis alınmışdır. Neçə faiz mis itkiyə gedir? İlk əvvəl burada kiloqramla verildiyinə görə biz bunu eyni ölçü vahidinə gətirməliyik uşaqlar. Deməli, 1 tonum mənim 1000 kiloqramdır. Bunu qeyd edək. 1000 kiloqramın 2,5% mişdir. Deməli, 1000-in 2,5%-ni tapıram. Ədədin faizinin tapılmasıdır. Ədədin faizini tapan zaman 100-ə bölürük, faiz göstərən ədədə vururuq. Sıfırlar ixtisar elədik, 2,5-i də ona vurduqda vergül bu sıfırın sayı qədər sağa sürüşəcək. Yəni, ədədin olacaq 25%. 25% üzrü 25 kiloqram mis. Deməli, sən 25 kiloqram mis almalısan, amma 21 kiloqram mis almısan. Deməli, itkini hesablayaq. Nə qədər itki gedib? İlkin qiymət 25 idi. Aldığım ədəd 21-dir. 4 kiloqram itki var. Deməli, nə edəcəm? İtkini ilkin qiymətə böləcəm, vuracam 100-ə, 100%. İtki 4 kiloqramdır, ilkin qiymətim 25 idi. Vuracam 4-ə, 100-ə. 125-i ixtisar elədik 4. 4 vur 4, 16. 16 nə? Faiz. Bu birinci yoldur. İkinci yol necədir uşaqlar? İkinci yol belə gedə bilərsiniz. Bax, bilin ki 25 kiloqram 100%dir. 21 kiloqram x faizdir. 25-dən 100-ə 4 dəfə artıbsa, deməli, burada 4 dəfə artım var. 21-dən x-a da 4 dəfə artım olacaq. 21-i 4-ə vurduqda, 4 dəfə 1, 4, 4 dəfə 2, 8, 84%. Burada birbaşa 84 yazmırıq. 100-dən 84-ü mütləq çıxmaq lazım. O da eləyəcək 16%. İkisində də eyni qiymət alırıq. 16% itki var burada. Deməli, koordinat müstəvisində kvadratın təpələri verilmişdir. B təpəsinin koordinatlarını tapın deyir. Koordinat sistemi quraq, qəşəng səlgəli formada. A nöqtəsi, deməli, birinci x gəlir, sonra y gəlir. Hər ikisi müsbətdirsə, birinci rövdür. Deməli, birinci x-i qeyd edirəm. 1, 2, 3, 4. 4, bir addım yuxarı qalxıram. 1, 4.
Yəni 4, 1. Bu A nöqtəsinin koordinatıdır. B nöqtəsinin koordinatını tapmalıyam. C-də 2 mənfi 1-dir. 2 mənfi 1-dirsə, deməli bu ikinci rübdür. İkinci rüb üzülü sayın dördüncü rübdür. X-i müsbətdir, Y-i mənfidir. Deməli 1, 2, 2 budur. Mənfi 1 də budur. 2 mənfi 1. Bu C nöqtəsinin koordinatıdır. D, hər ikisi müsbətsə birinci rübdür. 2 buydu. 2-dən bir adım yuxarı qalxacağım. Bu D nöqtəsinin koordinatıdır. Gəlin bu nöqtələri birləşdirək. Deməli, D də təxmini bura düşəcək. Qısa konkret bura düşəcək. Deməli, D-nin koordinatı, B-nin koordinatı. X nədir? X-i 4-dür. Y-i aşağıdan mənfi 1-dir. 4 mənfi 1 olur bunun koordinatları. 4 mənfi 1 D variantı. Deməli, çoxhəddisini vuruqlara ayırın. Birinci çoxhədliyə baxıram. A-5-in mötərizə kvadratı 16-da 4-ün kvadratı şəklində yaza bilərəm. Deməli, bu düstur mənə A kvadratı minus B kvadratı. Kvadratlar fərqi düsturunu xatırladır. Kvadratlar fərqinin açılışı A minus B vurulsun. A üstə gəl B formasında açırıq. A budur, B isə budur. Yəni A minus 5 çıxılsın 4 vurulsun. A minus 5 üstə gəl 4. Bərabərdir. İkisi də eyni işarəli olduğuna görə toplayıram. İşarəsini olduğu kimi saxlayıram. A minus 9 vurulsun. Burada biri mənfi, biri müsbətdir. Hansı böyükdür? 5 daha böyükdür. İşarələri nəzərə almasam. Böyükdən kiçiyə çıxıram. Böyüyün işarəsini yazıram. Yəni A çıxılsın mənfi 1. Bu da olacaq uşaqlar. Cavab A variantı. Növbəti sual. Üçbucağın tərəflərinin uzunluqları verilib mənə. Birini üçbucaq çəkirik. 20, 18, 16. Təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələrində olan üçbucağın perimetrini tapın deyir. İndi 20-nin orta nöqtəsi olacaq bu. 10, 10 hissələrə böldük. 18-in orta nöqtəsi 9, 9. 16-nın orta nöqtəsi 8, 8. Aha, bunları birləşdirsək, bu formada üçbucaq alırıq uşaqlar. Deməli, bu 10 olacaq, bu 9, bu da 8. Bu üçbucağın perimetrini tapanda da həmin böyük üçbucağın tərəflərinin yarısını toplayacağım. 8 üstə gəl 9, üstə gəl 10. Cavab 27 sm. Y variantı. Davam edirik. Tam səthinin sahəsi 24 kvadrat santimetr olan kubun həcmini tapın. Bilirəm ki, kubun bütün üzləri kvadratdır. Neçə dənə kvadrat var kubda? 6 dənə kvadrat var. S tam da bərabərdir. Bir kvadratın sahəsi A kvadratıdırsa, 6 dənə kvadratın birləşməsindən əmələ gələn kubun da tam səthinin sahəsi 6A kvadratı düsturu ilə hesablanır. 6A kvadratı mənə 24-ü verirsə, buradan A kvadratını tapanda 24-ü bölürük 6-ya. O da eləyəcək 4. A kvadratı 4-dürsə, nəyin kvadratı 4 edilir? Əlbəttə ki, müsbət 2-nin. Tərəfi hər zaman müsbət qəbul edirik. Kubun da həcm düsturu və bərabərdir. A kubu düsturu ilə hesablanır. 2-nin kubunu tapan zaman 2-ni 3 dəfə öz-özünə vurmalıyam. Cavab eləyəcək 8. Növbəti sual. Çevrənin uzunluğu L bərabərdir 2πr və pi-d düsturu ilə hesablanır. Buradan D hardan çıxır uşaqlar? Bilirəm ki, radiusun 2 qatı mənə diametri verir. Deməli, uzunluğu verilib mənə. Radiusu tapmaq istəyirəmsə, deməli, bu birinci düsturdan istifadə edəcəm. 2πr bərabərdir 32πdirsə, ixtisarlar eləsəm, pilər gedir. Hər tərəfini 2-yə bölsəm, burada qalır 16. R bərabərdir 16 santimetr alıram cavabı. Elə məndən də radius istəyir. Növbəti sual müqayisədir. Deməli, uşaqlar, əgər mənfi ədədi mötərizəyə salıb kvadrata yüksəltmişəmsə, bilin ki, bu yuxarıdakı qüvvət həm də mənfiyə də aiddir. Yəni, A bərabərdir mənfi 5-in kvadratı dedikdə, mən mənfi 5 ədədini 2 dəfə öz-özünə vuracam. Mənfilərin sayı güc sayda olduğuna görə güc sözündəki ü ilə müsbət sözündəki ünü yadda saxlayıram. Yəni, cavabım müsbət 25 eləyəcək.
B-də burada -5 üstlərində kvadrat isə burada sadəcə kvadrat 5-in özünə aiddir. Mənfi heç bir aidiyyəti yoxdur. 5-i burada 2 dəfə öz-özünə vurduqda 25 alıram. Yəni B-nin qiyməti -25 olur. Növbəti C-də isə -5 qiyməti verilib. Bunları müqayisə edirəm. Yadda saxlayın ki, müsbət ədəd bütün mənfi ədədlərdən böyükdür. Yəni 25 burada ən böyüdür. 2 mənfi ədədi müqayisə elədikdə 0-a daha yaxın olan ən böyükdür. Ədəd oxu çəksək görərik ki, bu 0-dır, bu 25-dir. Müsbət ədədlər sağda yerləşir. Soldakılar bu -5-dir, bu isə -25-dir. 0-a daha yaxın olan əlbəttə ki, -5-dir. Yəni -25, -5, -25. İndi bu formada qeyd edin. Əvvəl bunu yazın, sonra hərfləri qeyd edin. Çünki bəzən hərflərlə yazsaq, ola bilər ki, diqqətsizlikdən, imtahan həyəcanından səhv edə bilərik. Ona görə A 25 idi. A böyükdür. -5 C idi. -25 isə B idi. Yəni A böyükdür. C B-dən böyük, C B-dən böyük, A-dan kiçik. C bəndi. Davam edirik. Növbəti sual. Kəsrin məxrəci surətindən bir vahid böyükdür. Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq, cəmi 2,5 olar. Bu kəsiri tapın. Deməli, tutaq ki, surəti A-dır, məxrəc ondan bir vahid böyükdür. Bu da A üstəgəl 1-dir. Bunun tərsi dedikdə uşaqlar, tərsinə çevirirəm. A üstəgəl 1 surətə qalxır. A isə məxrəcə qalxır. Bunların cəmi 2,5-dir. 2,5-i də 2,5 adi kəsir kimi yazıram. Ortaq məxrəci gətirsəm, deməli, A vurulsun, A üstəgəl 1 bunların əköb olur. Birinci kəsirdə əköbü bu ədədə məxrəcə böldükdə A qalır. İkinci kəsirin məxrəcinə böldükdə isə A üstəgəl 1 alınır. Deməli, A-nı A-ya vurduqda bunlar vurulur. Bir-birinə A kvadratı üstəgəl. Bu da A üstəgəl 1-in mötərizə kvadratı alınır. Müxtəsər vurma düsturu alınır. Bunu qarşı qədədə düzgün olmayan kəsirə çevirsəm, məxrəci olduğu kimi qalır. 2-ni vururam 100-ə. 200 üzərinə gəl 5. 205. Davam eləyək. Deməli, məxrəcdəki ifadəni açaq, mötərizədən azad eləyək. A-nı A-ya vuracam, A-nı müsbət 1-ə vuracam. A kvadratı üstəgəl A. A kvadratı üstəgəl cəmin kvadratı düsturundan birincinin kvadratı üstəgəl birinci ilə ikincinin hasilinin 2 misli üstəgəl ikincinin kvadratı bərabərdir. 100-də. Gəl 100-də 205-i də hər tərəfini ixtisar eləsəm. Elə 5-in özünə ixtisar edək. 20-də 5-ə ixtisar elədək. Eləsək 41 alınacaq. 20-də 41. Bəli, 20-də 41 aldıq bunu. Çarpaz vursam, deməli, burada 2A kvadratı. 2A kvadratını 20-yə vurduqda eləyəcək 40A kvadratı. Üstəgəl 2A-nı 20-yə vurduqda 40A. Üstəgəl 20. Bərabərdir. 41-i A kvadratın 41A kvadratı. Üstəgəl 41A. Daha da sadələşdirsən. Ardını buradan yazaq. Deməli, 41A kvadratından 40-anı sağ tərəfə keçirdikdə, burada müsbətsə, bərabərliyin o biri tərəfinə keçirdikdə mütləq işarə dəyişəcək. A kvadratı, deməli, 41A burada, 40 buradadır. 41A-dan 40-anı çıxdıqda eləyəcək müsbət A, mənfi 20 bərabərdir 0. Və teoremidir, köklərin A1 ilə A2-nin hasili mənfi 20, üçüncü həddir. A1 ilə A2-nin cəmi isə əks işarə ilə götürülmüş ikinci həddir. Hansı ədədlərin hasili mənfi 20, cəmi mənfi 1 eləyir? Deməli, bunlardan biri mənfi 5-dir, 4-dür. Mənfi 5 ilə 4-ün hasili mənfi 20, cəmi də mənfi 1 eləyir uşaqlar. İndi yerinə qoysam, deməli, mənfi 5-i surətdə yazıram. Mənfi 5-in üzərinə 1 gələndə mənfi 4. İxtisar eləsəm, hər tərəfi mənfiyə böldükdə 4-də 5 alıram. Burada görürəm ki, surət məxrəcdən bir vahid böyükdür. Amma mənə şərtdə deyir ki, məxrəc surətdən bir vahid böyük olmalı. Deməli, mənfi 5 qiyməti ödəmir mənim şərtimə. 4-ü qoysam,
4-ü qoysam 4 surətdə, 4 üstə gəl 1 məxrəcdə, 5-də 4. 5-də 4 mənim şərtimi ödəyir. Deməli, bunun qiyməti olacaq 5-də 4. Bu böyük ehtimal 5-dir uşaqlar. 5-də 4 B variantı. Növbəti sual. Bölünən verilib, qismət verilib, qallıq verilib, böləni tapmalıyam. Deməli, bölünən, bölən, natamam qismət, qallıq. Bu tip misalları həll edən zaman kənarda hər zaman sadə misal yazın. Məsələn, uşaqlar, mən 18-i bölmək istəyirəm 4-ə. 18-i 4-ə böldükdə natamam qismət 4, qallıqda 2 alınır. Böləni tapmaq üçün nə edərəm? Böləni tapmaq üçün ilk əvvəl 18-dən hər zaman qallığı çıxın. Eləyir 16. 16-nı da natamam qismətə böldükdə mən böləni alıram. Deməli, 496 bölünəndir. Bölünsün. B yazaq bura. Natamam qismət 4-dür. Qallıq isə 96-dır. Deməli, ilk əvvəl 496-dan 96-nı çıxaq. Bölünəndən qallığı çıxdı. Cavab 400. 400 böləni tapmaq üçün də 400-ü bölürəm natamam qismətə. Cavab 100. C variantı. Növbəti. Deməli, kök altında 4-ün ikinci dərəcədən 4 üstə gəl kök 25-dən 5 çıxır. Kök 25-dən 5 çıxır. 4 üstə gəl 5. 4 üstə gəl 5. Kök altında 9. Kök altında 9 da 3-ün kvadratıdır. Burada dərəcə yazılmırsa bilin ki, uşaqlar burada 2 var. Bu 2 ilə bu 2 gedir. Modul 3. Cavab 3. A variantı. Növbəti. Deməli, buradan 7-ni ortaq vuruq kimi çıxaraq surətdə. Hər tərəfini 7-yə bölsəm, bu 7-lər getsə, D üstə gəl C alıram. Məxrəcdə də hər tərəfdən 21 ortaq vuruq kimi çıxarsam, D üstə gəl C alıram. Burada D üstə gəl C bütövlükdə ixtisar olunur. Bəzi şagirdlər D-ni ixtisar edirəm, C-ni ixtisar edirəm deyilir, amma burada toplama çıxma olduqda bütöv ixtisar edirsən həmin mötərizəni. 21-də 7 alınır. Hər tərəfində 7 ixtisar eləsəm, 3-də 1 kəsirini almış olaram. Burada diqqətli olun uşaqlar. Rahat misalda, amma diqqətsizlik eləyib C variantını yazanlar da olub bu sualda. Növbəti. X-in qiyməti verilib mənə. İfadənin qiymətini hesablayın deyir. Gəlin yerinə qoyaq. Mənfi 1,5-i vuracam mənfi 2-yə. Ədədlə dəyişən arasında burada vurma əməli var. Vurulsun mənfi 2 bölünsün 3 çıxılsın 2. Mənfi 1,5. Mənfini mənfiyə vurduqda burada mənfilərin sayı güc saydadır. Müsbət 3 vurulsun. Deməli, bu mənfi, bu da mənfi. Müsbət eləyəcək. 3-də 2 çıxılsın 2. Gəlin üçün mötərizənin içindəki hər bir əddə vuraq. 3 vurulsun 3-də 2 çıxılsın 3 vurulsun 2. İxtisarlarını eləsəm 2 çıxılsın 6. Hansı böyükdür? İşarələri nəzərə almasam 6 daha böyükdür. 6-dan 2-ni çıxıram 4. 6-nın işarəsi misalda necə idi? Mənfi idi. Cavab mənfi 4. B variantı. Kvadrat tənliyinin kökləri mənfi 5, 3 olarsa B bölünsün A nisbətini tapın deyir. Deməli, mən buradan B bölü A-nı necə taparam? Deməli, burada hər tərəfini A-ya bölmüşəm. A, x kvadratını A-ya böləcəm. Üstə gəl, B-x'i A-ya böləcəm. C-ni A-ya böləcəm. Bərabərdir 0. 0-ı da istənilən də böldükdə cavab 0 edir. Deməli, köklərdən biri x1 mənfi 5-dir. x2 isə 3-dür. B bölü A-da əks ayrı ilə götürülmüş köklərin cəmidir. Yəni, x1 ilə x2-nin cəmi əks ayrı ilə götürülmüş ikinci həddə bərabərdir. B bölü A-ya bərabərdir. x1-im mənfi 5, üstə gəl 3 bərabərdir. Mənfi B bölü A. Deməli, burada bu mənfidir, bu müsbətdir. Hansı böyükdür? İşarələri nəzərə almasam. Müxtəlif işarəli olduğuna görə böyük olan 5-dən 3-ə çıxıram. 2, 2-nin qabağına 5-in işarəsini qoyacam. Mənfi 2 bərabərdir. Mənfi B bölü A. Hər tərəfdən mənfi ixtisar vursaq və yaxud da bölsək, B bölü A-nı mən müsbət 2 alıram. Cavab eləyəcək müsbət 2, Y variantı.
Növbəti sual. 180 ədədini nisbətində 3 hissəyə ayırmışlar. Deməli, bu x götürək, bunu 2x, bunu 3x. Bunların cəmi mənə 180-ı verir. Deməli, 5x, 6x. 6x 180-dır. X-im eləyəcək 30. X 30-dur. 2x. 2-ni vuracam 30-a 60. 3x eləyəcək. 3-ü vuracam 30-a 90. 30, 60, 90 B variantı. 72-ci sual. Deməli, ABC üçbucağı YDF üçbucağına oxşardır. Burada x-i tapın deyir. Burada uşaqlar, deməli, B bucağı ilə D bucağı bir-birinə bərabərdir. Və A bucağı ilə Y bucağı bir-birinə bərabərdir. 3 xətt olduğuna görə C bucağı ilə F bucağı bir-birinə bərabər olacaq. Deməli, bu üçbucaqlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlarda bucaqlar bərabər olur. Deməli, birinci üçbucaqda A-nın qarşısındakı tərəfin 4-ün, digər üçbucaqda A-ya bərabər olan bucaq nədir? Y. Y bucağının qarşısındakı tərəfin nisbəti. 4-ün x üstəgəl 4-dən nisbəti. Növbəti. Birinci üçbucaqda B bucağının qarşısındakı tərəfin 2x minus 5-in, digər üçbucaqda B bucağına bərabər olan D bucağının qarşısındakı tərəfə nisbəti. 6-ya nisbəti. Deməli, çarpaz vursam görürəm ki, ixtisar yoxdur. X üstəgəl 4-ü vuracam 2x minus 5-ə. 6-nı da vuracam 4-ə 24. Deməli, bunları mötərizədən azad eləyək. X-i 2x-ə vuranda 2x-in kvadratı minus 5x üstəgəl 4-ü 2x-ə vuranda 8x minus 20. 24-ü də bərabərliyin sol tərəfinə keçirdikdə işarəsi dəyişəcək. Mənfi 24 olacaq. Deməli, 2x kvadratı minus, bu mənfidir, bu müsbətdir. 8-dən 1 çıxanda 3, müsbət 3x çıxılsın. Mənfi, x-də eyni işarəli olduğuna görə toplayıram. Mənfi işarəsini saxlayıram. Mənfi 44 bərabərdir 0. Diskriminantı tapsam, b-nin kvadratı çıxılsın 4a düsturundan. Yəni 3-ün kvadratı 9 çıxılsın. 4 vurulsun. 2 vurulsun. Mənfi 44. Deməli 9 2 mənfi olacaq müsbət. 8 vurulsun 44. 44-ü 8-ə vurduqda 8 dəfə 4 32. 8 dəfə 4 32. 32-nin üzərinə 3 gəldikdə 35. 9 üstə gəl 352. O da eləyəcək 341. 341 də 19-un kvadratıdır. 19-un kvadratı. Deməli, mən x1-i alacam. Tərəf hər zaman müsbət olur. Mənfi b. Mənfi b neçədir? Yəni, mənfi 3. Üstəgəl diskriminant. 19 bölünsün 2a. 2 vurulsun 2, 4. 19-dan 3 çıxanda 16. 16-nı da 4-ə böldükdə cavab 4. X-i 4 alıram uşaqlar. Digərində də kökü tapanda mənfi 3-də mənfi 9-u çıxmalıyam. Burada mənfi qiymət aldığıma görə tərəf mənfi ola bilməz. Yəni, buradan x-i mən müsbət qiymətini götürməliyəm. Növbəti 73-cü sualda cəmi cüt ədəd olarsa, A üstəgəl B cəminin ən böyük qiymətini tapın. 377A üstəgəl 2B. Deməli, cüt ədəd olması üçün son rəqəmlərə baxacağım. A üstəgəl B. Bilirəm ki, rəqəmlər 0-da başlayır, 9-a kimi davam edir. 7, 8, 9. Və bilirəm ki, burada mənə şərt qoyur, A B-dən fərqli olmalıdır. Ən böyük qiyməti deyirsə, mən A-ya 9 qiyməti seçsəm, 9 ilə hansı ən böyük ədədin cəmi cüt ədəd eləyəcək? 8-i götürə bilmərəm. 9-u 9-a, B-ni də 9 götürə bilmərəm bu şərt əsasən. 8 olmaz. Çünki 9 ilə 8-in cəmi tək ədəd eləyəcək. 9 ilə 7-ni götürə bilərəm. 9 ilə 7-nin cəmi 16, yəni son rəqəmim cütdür. Cavab 16. Növbəti. Tənliyinin qrafiki üzərində absisi mənfi 4-dür. Absis deməli x oxudu uşaqlar. Absis x-dir.
Ordinat y-dir. Ordinatını tapın dedikdə y-i tapmalıyam. 2-ni -4-ə vuracağım. Üzərinə gəl. Y bərabərdir 5. Y olduğu kimi qalır. 5 üstə gəl. Burada -8 eləyəcək. Bərabərliyin sağ tərəfinə gəldikdə müsbət 8. 8 ilə 5-in cəmi 13. Cavab 13. 75-ci sualda bir təpəsi koordinat başlanğıcında olan və diaqnalları K4,0 nöqtəsində kəsən ABCD kvadratının sahəsini tapın. Deməli, diaqnalların kəsişməsidir. Burada şəkildə yaxşı düşməyib. 4,0 nöqtəsi bax budur. Deməli, buradan bura qədər 4-dürsə, diaqnallar kəsişir və kəsmə nöqtəsində yarıya bölünür. Bu da 4-dür. Onda AC diaqnaldır. Eləyəcək 4 üstə gəl 408. Deməli, kvadratın sahə düsturunda da ya A kvadratı düsturundan tərəfin kvadratından istifadə edəcəyik, ya da ki, diaqnalı kvadratının yarısı. Yəni, 8 vurulsun 8, bölünsün 2 düsturundan. 4 dəfə 8, 32 kvadrat santimetr alırıq sahəni. Ya da ki, uşaqlar, bu düsturu bilmirsinizsə, Pifaqor teoremindən hərəkət edə bilərik. Deməli, baxın, burada düzbucaqlı bucaq var. Elə deyilmi? Bəli, bu düzbucaqlı bucaqdır. Və bunun hipotenuzunu bilirəm 8-də. Bu A-dırsa, bu da A olur. Yəni, katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. A kvadrat üstə gəl, A kvadrat bərabərdirsə 8-in kvadratına. 2A kvadrat bərabərdirsə 64-ə. Buradan A kvadrat bərabərdir 32-yə. Yəni, bununla da, bu ikinci yolla da gedə bilərsiniz. Növbəti, bərabərsizliyin tam həllərinin cəmini tapın. Deməli, buradan x-in əmsalını x-a çevirmək üçün hər tərəfini 2-yə bölə bilərik. Bölsə, -3 2-yə böldükdə -1,5, 11 2-yə böldükdə 5,5. Tam ədədlər dedikdə kəsir hissə olmamalıdır. Ədəd oxunan -1,5 özü də daxildir bura. Yəni, burada altından qeyri-ciddi bərabərsizlikdir. Və 5,5-in özü də daxildir bura. İndi baxaq, burada hansı tam ədədlər yerləşir? -1, 0, 1, 2, 3, 4 və 5. Bunların cəmini istəyir. -1 ilə müsbət 1 cavab 0 eləyəcək. 0 üstə gəl, 2 üstə gəl, 3, 5. 5-in üzərinə 5, 10. 10-un üzərinə 4, 14. Cavab 14. Növbəti. Deməli, növbəti misalım 78-ci misal. AC BD düz xətləri Y nöqtəsində kəsişir. AC BD düz xətləri Y nöqtəsində kəsişib. Əgər YF BYS-nin tən bölənidirsə, BYS bu bucağın tən bölənini qeyd edək. YF-dir. Deməli, bu x-dırsa, bu bucaq da x-dir. Və SYD bucağı 50 dərəcə olduğu mənə qeyd olunub. Bunu da 50 dərəcə qeyd edirəm. Deməli, uşaqlar, burada diqqətlə baxın. BYD necə bucaqdır? Açıq bucaqdır. Bucaq BYD açıq bucaqdır, yəni 180 dərəcədir. 180 dərəcəyə tamamlamaq üçün bunların cəmi mənə 180-ı verməlidir. X üstə gəl x, üstə gəl 50, bərabərdir 180 dərəcə. 2x bərabərdir 130. 50-ni o biri tərəfə keçirdikdə mənfi işarəsi olur. X bərabərdir 65 dərəcə. Bəli, 65. Deməli, bu 65-dirsə, bu da 65 olur. Deməli, və bilirəm ki, AYS də, bucaq AYS də 180 dərəcəli bucaqdır. 65 elədi mənə 130. Burada tamamlamaq üçün 50 dərəcə. Həm də belə də gedə bilərəm. Baxın, uşaqlar, AYB bucağı ilə SYD bucağı necədir? Çarpaz bucaqlardır. Çarpaz bucaqlar bir-birinə bərabər olur. O 50-dirsə, bu da 50 olur. Növbəti 79-cu sual. ABCD düzbucaqlısında BM AC-yə perpendikulyardır. AC budur. DN də perpendikulyardır AC-yə. BM 5-dir. 5-ə qeyd edək buradan. BMN üçbucağı 60 dərəcədir. Deməli, BM, bu M-dir. BMN üçbucağının sahəsi 60 dərəcədir.
Aha. Deməli, üçbucağın, bu düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün belə bir düstur da var idi ki, katetləri hasilinin yarısı. Mən bu kateti bilmirəm. 5 ilə x-in hasilinin yarısı mənə 60-ı verir. Çarpaz vursam, 5x bərabərdir 120-dir. Buradan x-i tapsam, 12-də 5, 2 dəfə 24. Deməli, buranı 24 tapdım uşaqlar. Və bu hasil diaqonaldır. Bu diaqonala həm yuxarıdan, həm də aşağıdan perpendikulyar indiriblər. Bu perpendikulyarlar da bir-birinə bərabərdir. BM bərabərdir DN-ə. O 5-dirsə, bu da 5 olacaq. Və burada bu x-dırsa, bu da x olacaq uşaqlar. Və buradakı yuxarıdakı düzbucaqlı bucağa fikir verin. ABC düzbucaqlı bucaqda. ABC'də biz düzbucaqlı bucaqda aksiyonlar keçmişdik. Yəni, bax, bu təpədən, düzbucaq təpəsindən çəkilən hündürlük. Bunu biz nə tapdıq? Hə, bunu 5 tapdıq. 5-in kvadratı bərabərdir həmin ayırdığı sahələrin, hissələrin hasilinə. Yəni, x-la x vurulsun 24 üstəgəl x-in hasilinə. Bunu seçmə üsulu ilə də həll edə bilərik. Ya da vurub açıb həll eləsəz də x-i 1 alacaqsınız. Yəni, x-in yerinə 1 qoysam, 1 vurulsun 24 üstəgəl 1, 25 eləyəcək. Cavab burada x-in qiymətini 1 alırıq. Məndən də AC-ni hesablayın dedikdə, AC-nin içində x üstəgəl 24 üstəgəl x. Bu da eləyəcək 26. Növbəti 80-ci suala baxıram. 24 şagirddən ibarət sinif fizika kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8 nəfərdir. Deməli, fizika, kimya. Qeyri-məqbul, məqbul. Qeyri-məqbul qiymət alanların sayı fizikadan 8 nəfərdir. Onda məqbulu tapmaq üçün 24-dən 8-ə çıxıram. 16 nəfər məqbul qiymət alıb. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfər olarsa, yalnız fizika fənnindən məqbul qiymət alanların sayını tapın. Deməli, bu 16 nəfərin içində kimyadan da məqbul qiymət alanlar var. Yəni, bu 16-nın içində həm fizika var, həm də kimya var. Və deyir ki, hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfərdir. Onda bu 16-nın içində 9 nəfəri hər ikisindən alıb 16-dan 9 çıxdıqda qalacaq 7 nəfər. Fizikadan 7 nəfər məqbul qiymət alır. Növbəti və sonuncu məsələ 81-ci məsələ. Cədvəldə 26 nəfər tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, birinci tələbə 70-84-dür. İkinci tələbə 85-99 bal arasında nəticə göstərmişdir. Tələbə olması ehtimalını tapın. Ardıcıl olduğuna görə biz hadisənin ehtimalını tapanda bunları bir-birinə vuracağıq. Ümumi 26 tələbə. 26-da birinci tələbə 70-84 bal alan bu aralıqda 3 üstə gəl 7, 10. 26-da 10 birinci tələbəyə düşür. Ardıcıl gəldiyinə görə digər tələbə 25 ehtimalı. Bütün halların sayı 25 olacaq. 25-də 85-99 arasında 10, bir də 3, 13-dür. İxtisar eləsəm, 13 ilə 26, 2, 10 ilə 25, burada 5, burada 2. Bu 2 ilə də bu 2 gedəcək, 5-də 1. 5-də 1-i də 0,2 şəklində yaza bilərik. Bu da belə uşaqlar. Ümid edirəm, xoş nəticələrlə çıxarsınız. Ürəyiniz istədiyi kimi nəticə göstərərsiniz. Bütün 9-lara, 11-lərə uğurlar arzulayıram. 26-sı imtahan verəcək hər bir 9-cu sinif şagirdinə bol-bol uğur arzulayıram. Sağ olun.